Herkese salam. Bir gün biz SQL-dən bəhs edəcəyik. SQL nədir? SQL-in ilkin anlayışları, database nədir və SQL database əlaqəsini gündəlik həyatımızla münasibətdə ən sadə şəkildə necə izah etmək olar? Bu kimi sualların cavabını tapacağıq. SQL nədir? Gəlin ilk olaraq buradan başlayaq. SQL ingilis dilindən tərcümədə Structured Query Language, yəni strukturlaşdırılmış sorğu dili deməkdir. Database isə müxtəlif xarakteristikalara malik olan məlumatların məcmusu kimi başa düşmək olar. Gündəlik həyatımızda bu iki anlayışı əlaqələndirsək, fərz edək ki, hər hansı bir restorana getmişik və sifariş vermək istəyirik. İlk olaraq menyuya baxırıq, menyudan hər hansı bir məhsulu seçirik ki, bu bizim vermək istədiyimiz sorğudur. Məhsulu seçirik və ofisianta sifariş veririk ki, ofisiant burada bizim SQL funksiyasını həyata keçirdir. Yəni bizim sorğularımızı databaselərə çatdırır. Ofisiant sifarişi götürür və mətbəxə üst tutur ki, bu mətbəx bizim örnəyimizdə SQL sorğularımızın həyata keçdiyi sfera kimi nəzərdə tutmaq olar, proqram kimi nəzərdə tutmaq olar. Buna MySQL, SQL Server, MS SQL, Oracle və s. proqramları misal göstərmək olar. Hər bir işlətmənin, hər bir restoranın mətbəxi müxtəlif olduğu kimi, hər bir şirkətin də istifadə etdiyi bu sfera müxtəlifdir. Bu istifadə imkanlarına, xarakteristikalarına görə dəyişir. Biz dərslərimizdə Oracle proqramından istifadə edəcəyik əsasən. Oracle verdiyi əməliyyat və sorğu imkanlarının genişliyinə görə digər proqramlardan seçilir. SQL-ə giriş bu qədər dostlar. SQL-i və database əlaqəsini bir cümlə ilə ifadə etsək, deyərik ki, SQL database üzərində əməliyyat imkanları verən bir sorğu dilidir. SQL-in ilkin anlayışı olaraq bugünkü dərsimiz bu qədər. Növbəti dərsimizdə biz artıq SQL-də sorğu yazacağıq. Sorğu yazmağa, əmrlərdən istifadə etməyə başlayacağıq. Sağ olun.